Neçə vaxtdır var bu şikayətləriniz? Bir ara bir aydan qabaq qəbz oldum. Ki, bu şeylərdən hiss elədim ki, Ondan sonra yarandı. Ondan sonra ki, başladı ağrı. İlk dəfədir də amma olur belə olmuşdu bir dəfə də. Nədir məndə oldu? Ağrı keçəcək. Prizm eləyəndə narahat olmayın. Yağınız olmayacaq, yüngül eləyəcək. Yox, olmayacaq. Amma bağırsağınız yoxlananda isə olacaq. Sizin şikayətin deyirəm də, şikayət. Bir var mən baxım, ağrıdır sizi incidir böyük baya çıxanda. Çox olur ağrınız. Neçə saat davam edir? 3 gündür. Heç nə kəsmir. Axır bir ildir. Masfalanı Dururam 4 saat, rayona gedirəm 9 saat. Çox başlayır, qan görürəm. Heç bir ağrı zad yox. Qan görürəm. böyük baya girəndə görürsünüz də yəni. Nəşiniz necə görürsən? Xətt kimi görürsən, yoxsa tak 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 damcılanıb tökülür? Həftədə məndə biraz lap çox oldu. Yəni siniçka da qoydum, çıxmadı. Belə elə axırda Zobunuz yoxdur? yox idi. Yəni keçən yoxlatmışam, yox idi. Qarnın getdi, qarnın getdi, su kimi. Yox, qəvizli yox. O prosesdə çox antibiyotik açmadılar. Və hal-hazırda da indi başım yanır. Əvvəl sadəcə böyük gedəndə yanğı olur. İndi isə müstəmizlik. Neçə vaxtı var? Bu bir ay falan olar.